Sizə informatika, belə deyim, universitetlərdə keçdiyimiz təhsildə İKT fənninə aid alqoritm bölməsindən məsələ izahlarına birlikdə baxacağıq. Gəlin baxaq. Birinci sualda sadə bir sualdır. Xətt alqoritmlərə aiddir. Deməli, A və B dəyişənlər hansı qiymət alacaq? Baxıram birinci suala uşaqlar. A-nı bizə verib 4. B-ni verib A vurulsun 5. Yəni, onda 4 vur 5 bərabər olacaq nəyə? 20-yə. Sonra gəldik, deyir C, B-dir. Yəni, C-nin yerinə 20 qoyursunuz. A bərabərdir, C çıxılsın 3. Gətirib 20-ni qoyursunuz. 20 çıxılsın 3 bərabərdir 17. Və B bərabərdir, C çıxılsın A. Yəni, 20 çıxılsın 17 bərabərdir 3. Növbəti sual, yenə xətt alqoritmlərə aid olan bir sualdır. Y dəyişəni. Birinci, verib sizə dostlar, X-i 12. Y-i 58. C-ni verib X, yəni onda olur 12. X bərabərdir, Y çıx 4, yəni 58 çıxılsın 4 bərabərdir 54. Y bərabərdir, C vurulsun, X çıxılsın 49, yəni 12 vurulsun, 54 çıxılsın 49 bərabərdir. Deməli, biraz qaldırım. Aha. Deməli, bu isə olacaq 12 vurulsun 5 bərabərdir 60-a. Getdik növbəti suala. Üçüncü suala. Deyir ki, dostlar, A 2-dir, B 4-dür, C 5-dir. S bərabərdir A-ya, yəni S 2-dir. S bərabərdir, S vur B, yəni 2 vurulsun 4 bərabərdir 8. B bərabərdir S plus C. S-in axırıncı qiyməti 8, üstünə 5 gələm, eləyir 13. Aha, A bərabərdir B plus C. 13 üstə gəl 5 bərabərdir 18. A neçədir? Cavabı götürürsünüz 18. Getdik növbəti sualın izahına. Dördüncü sual. Yenə xətt alqoritmlər bölməsindən bir sualdır. X-ə sizə veriblər uşaqlar 100. Y bərabərdir X plus 25. Yəni 100 plus 25 bərabərdir. Bu sizə verir 125. Z bərabərdir 2 vurulsun X plus Y bölünsün 5. Yəni 2 vurulsun 100 üstə gəlinsin 125 bölünsün 5. Siz bilirsiniz ki, riyazi qayda qanunluqlarında birinci vurma bölmə, sonra toplama. Ona görə deyirsiniz ki, müəllimə 200 üstə gəlsin 25 bərabərdir 225. 5-ci. Deməli, burada diqqətli olunan bir sual tiplərindəndir. Deməli, Y bərabərdir X plus 3. Uşaqlar, X bərabərdir 30 çıxılsın Y. Y bərabərdir X çıxılsın Y. Deməli, sizə nə deyir şərtdə uşaqlar? Deyir ki, buraya qoyaq. Alqoritmin yerinə yetirməsi nəticəsində Y dəyişəni 20 qiyməti alıb. Yəni, bax, bu sonda alınır. Onda deməli, uşaqlar, X çıxılsın, Y axırıncı ifadəmiz 20-dir. Bundan qabaqki ifadəyə gəlib baxırsınız. Burada sizə nəyə lazımdır? X-in qiyməti. Onda deməli, siz buradan X-in qiymətini tapırsınız. X nəyə bərabərdir? 20 plus Y. Yazıram, 20 plus Y bərabərdir 30 çıxılsın Y. Deməli, uşaqlar, bunu da tənlik kimi həll edirəm. 2Y bərabərdir 10. Y nəyə bərabərdir? 5-ə. Gətirib bu Y-in yerinə əvvəlkində 5-i qoyuram. 5 bərabərdir X plus 3-dürsə, aydındır ki, sizin burada duran X-imiz neçə olacaq? 2. Getdik növbəti sualın izahına. Alqoritm yerinə yetirməsi nəticəsində X və Y dəyişənləri hansı qiyməti alar? Bu, budaqlanan alqoritmə aid olan bir sualdır. Uşaqlar, X-ə 3 və X-ə 3, Y-ə 8 qiyməti verilib. Deyir, əgər X Y-dən kiçik olarsa, yadınızda qalsın, hansı şərt uyğunsa, əgər ödəyirsə, ondan işləyirik. Yox, əgərimiz ödəmədirsə, onda əks haldaya keçir və əks haldan misalın yerinə yetiririk. Deməli, onda 6-cı misalda 3 8-dən kiçik olan şərti ödədiyi üçün elə bunu işləyəcəm. X bərabərdir 5 vurulsun Y plus 10. Yəni 5 vurulsun 8 plus 10 bərabərdir 50 olacaq. Sonra yenə 7-ci sual, bayaq işlədiyimiz son qiyməti verilən başlanğıc qiyməti soruşulan alqoritm misalımızdan gəlib baxaq birlikdə. 7-ci. Y bərabərdir X çıxılsın 5. X bərabərdir Y plus 9, Y bərabərdir X plus Y. Yenə uşaqlar, sondakı Y-imizdən söhbət gedir 15.
Deməli, 15 bərabərdir x plus y. 15 bərabərdir x plus y. Deməli, əvvəlkinə qayıdıb baxıram. Məndə burada nə lazımdır? X. Onda deməli, mən buradan x tapmalıyam. 15 çıxılsın y x-ə bərabərdir. Gətirib qoyuram. 15 çıxılsın y x-in yerinə qoydum. Bu tərəfi isə olduğu kimi saxlayıram. Onda 2y bərabərdir 6. Y-i də buradan nə tapıram? 3. Gətirib burada qoyuram. Y-in yerinə 3. Yəni, buradan da əvvələ qayıdıram. Nədən 5 çıxsa 3 verər? X nəyə bərabərdir? 8-ə. 8-ci sual yenə xəttdə alqoritm aid. 8-ci sual xəttdə alqoritm aid olan bir sualdır. X bərabər növbəti alqoritmimizin qiyməti verilən sual tipindən biridir. Yenə deyir alqoritmi yerinə yetirməsi nəticəsində 20 qiymətini alıb. Yəni bura 20 qoyduq. Onda aydındır ki, bura neçə olur? 15. Gətirib buradakı x-in yerinə 15-i qoyuram uşaqlar. 15 bərabərdir. Deməli 2 vur x plus 5 bərabərdir 15. Tənlik kimi həll eləsəz, buradan x-in qiymətini 5 alarsınız. Gətirirsiniz, burada qoyursunuz 5. 5 bərabərdir x bölü 2 isə aydındır ki, burada x nəyə bərabərdir? 10-a. Gətirib burada 10 qoyursunuz. 10 bərabərdir 5 vur y isə y nəyə bərabərdir? 2-yə. 9-cu sual. 9-cu sual. 9-cu sual da eyni qaydada sondan gələn sual tipimizdəndir dostlar. Deməli 9-cu sualda da bizə verib x bərabərdir 5 ulduz y, x bərabərdir x bölü 2, x bərabərdir 3 vur x plus 5, x bərabərdir x plus 5. Deməli, alqoritmi yerinə yetirməsi isə x dəyişəni 40 qiymətini alıb. Gətirib bunun yerinə 40 qoydum. Onda bura neçə olub uşaqlar? 35. Gətirib burada qoydum 35. 3 x plus 5 bərabərdir 35. Buradan 3x bərabərdir 30-a. X nəyə bərabərdir? 10-a. Gətirib burada qoydum 10. Bu zaman x nəyə bərabərdir? Deməli 20 olub. Burada 20-dirsə gətirib bura qoyuram 20. Y nəyə bərabərdir? 4-ə. 10-cu sual. Deməli, x bərabərdir dostlar, sizdə verib 27. Z bərabərdir x plus 3. Yəni 27 plus 3. O da sizə nə verir? 30. İndi buradan sonra düşürəm aşağı. X bərabərdir z plus 5. 30 plus 5 bərabərdir 35. Z bərabərdir x bölünsün 5. 35 bölünsün 5. Bu isə sizə verir dostlar 7. Axırıncı ifadədə y bərabərdir z plus x vur 2. 35 plus 7 vurulsun 2. Bu da erir 84. Getdik 11-ci sualın izahına. 11-ci sualda uşaqlar yenə eyni qaydada gedəcək. Xətt alqoritmdir, ardıcıl düşəcək. 11. Y bərabərdir sizə verib 3. X bərabərdir 3 plus 5 olacaq 8. X bərabərdir x böl 2. Yəni 8 bölünsün 2 bərabərdir 4-ə. X bərabərdir x plus 9. Yəni 4 plus 9 bərabərdir 13-ə. X bərabərdir x plus 15. Yəni 13 plus 15 bərabərdir 28. Növbəti sual. 12. Yenə müqayisə verilən sual tiplərindən biridir. Deyir ki, y bərabərdir a çıx b. Y-in burada sualımız yəqin ki oynayıb uşaqlar. Burada biraz dokument fayla çevrilib deyə oynayıb. 13-cü suala gəlin baxaq. Deməli 13. Y 13-dür. Elə bir çətin sual tipi nədir? Sadəcə burada görünmür də işləyə bilmədik. X bərabərdir, onda olacaq 18. X bərabərdir 18 bölünsün 2 bərabərdir 9. Buradan x bərabərdir 9 plus 49 bərabərdir 58. Axırıncı x bərabərdir, onda 58 üstə gəl 11 bərabərdir 69. Gəlirəm burada da yenə müqayisə tipli sual uşaqlar. Yenə dokument fayla çevrilib deyə xətası ondadır ki, sual görünmür. Baxıram, x y-ə bərabər olursa, deməli, baxın, belədir. Yəni, x y-ə bərabər olursa, yazıram kökdə x plus kökdə y. 14-cü sualda. Yox, x y-dən böyüksə, yazıram kökdə x plus y. X y-dən kiçiksə, yazıram x plus kökdə y.
Baxıram ki, məndə 36 və 100-dür. Deməli, məndə ancaq burada ödəyəcək. Onda buradakı misalda yerinə qoyuram. Onda olur 36 plus kök altda 100 bərabərdir 46. Bu qədər. Hər birinizə xoş seyirlər. Videolarıma baxmağı, kanalıma abunə olmağı unutmayın. Hər birinizə bütün imtahanlarda uğurlar.